Növbəti spikerə keçmək istəyirəm. Bizə danışacağım mövzu qısa olaraq mən deyim, çox satmaqmı, yaxşı satmaqmı, hər çox satış uğurlu satışdırmı? Bu haqda danışacaq. Qarşılayın Tural Hacıyev. Təşəkkür edirəm. Xoş gördük hər birinizi, dəyərli həmkarlar, sahibkarlar, rəhbərlər. Bu səhnədə çıxış etməkdən öz məmnunluğumu duyuram. İnanıram ki, çıxışımızın sonunda hər kəs üçün dəyərli olan bir infoları özləri üçün not edib, öz işlərində tətbiq edəcəklər. Biz təbii ki, istehsal və satış şirkəti olaraq daima satışın nəbzini tutmağa çalışırıq və hər kəs kimlərlənsə görüşürük, öz satışlarımızı bölüşürük, problemlərimizi bölüşürük və daimi trendləri izləyirik. Hər kəsdə eyni sualla bir cavab var, hamının satışı artır. Və hamı, belə deyək də, bütün şirkətlər hər il özlərinə bir hədəf qoyur və büdcələrə baxanda o hədəflərə də hansısa bir formada çatırlar. Total olaraq baxsaq, bu hədəflərə çatmaq nə dərəcədə sağlamdır, nə dərəcədə o rəqəmlərdə şirkət doğru böyüyüb. Bizim bugünkü təqdimatda biz onun üzərindən kiçik notlarla keçəcəyik. Və bizim təqdimatımızı biz 3 bölməyə bölmüşük. Sağlam böyümə, penetrasiya və portfel idarə etməklə biz satışın, şirkətin böyüməsində rolunu öz qeydlərimizə verəcəyik. İlk öncə sağlam böyümə sektorundan başlayaq, slaydımıza keçid eləyək. Sağlam böyümə dedikdə nəyi nəzərdə tuturuq yoldaşlar? Sağlam böyümə şirkətin ancaq statistik rəqəmlərinin böyüməsinə ibarət deyil. Əslində burada sağlam böyümək üçün bizim mənfəətimiz və pul axınımız, yəni cash flow-muzla bərabər istiqamətdə böyüyürmü? Sual buradan qaynaqlanır. Çünki şirkətlər statistik olaraq baxsaq, hər kəs satışını artırsa da, amma mənfəəti varmı? Və yaxud da ki, ilin sonunda, ayın sonunda cash flow-suna nəzarət edirmi? Ciddi suallar buradan qaynaqlanır. Burada kiçik bir cədvəldə biz satışla bağlı illərcə bir satış üzrə bir bölmə qoymuşuq. Yəni, birinci ilin satışıyla ikinci ilin satışında baxsaq, daha doğrusu dördüncü ilin satışları arasında bir fərqlər qoymuşuq, çox qısa olaraq. Görünən odur ki, burada dördüncü illə birinci ilin satışında satışlarımız 60% artıb. Bu, gözəl bir rəqəmdir. Yəni, gözəl deyil, fantastik bir rəqəmdir. Amma baxsaq, bizim mənfəətimiz düşüb, cash flow-muz düşüb. Yəni, maliyyə sənədlərində pərdə arxasında vəziyyətin krizis olduğu öz əksini tapır. Komandanın ümumiyyətlə burada əsas vacib nöqtəsi nədir? Yəni, rəhbərlərin və biznesin. Baxmaq üçün nöqtələrdən biri vacib nöqtə bir xərclərdir. Çünki bəzən biz satışa fokus oluruq, emosiyalarla davranırıq, bazardakı rəqabətə qoşuluruq, bazar payımızı itirməyə çalışmırıq, yəni vurğumuzu ona vururuq. Lakin sonda baxırıq ki, xərclərimizdə ciddi bir yayınmalar var, partlayışlar var və onun fəsadlarının ağrısını çəkirik. Burada olan əsas mövzular endirimlərdir. Endirimlərimizə diqqət eləsək, endirimlərimizi doğru yönəltsək, biz ciddi şəkildə xərclərimizi qorusaq, mənfəətimizi və pul axınımızı saxlayarıq. Endirimlərimizi nöqtələrimizdən biri odur ki, endirimlər bizim xərclərimiz şirkətin uzun müddətli satış hədəflərini bir-birini bağlamalıdır. Yəni, hədəfimiz marka dəyərimizi qorumaqdırsa, endirimlər sizin marka dəyərinizə bağlılığınızla bir-birini bağlamalıdır. Paralel olaraq uzun müddətli mənfəətimizi qorumaq, bu bizim əsas biznes strategiyamız olmalıdır. Və ən əsası, cash flow-nu qorumaq mütləqdir. Çünki cash flow-nuz yoxdursa, şirkət loru diləsək, komada vəziyyətinə gətirib çıxarda bilərsiniz. Bu, ən vücub, yəni marja və pul axınına diqqət yetirərək şirkətlərimizi davamlı sağlam böyüməyə hədəflənməliyik. İkinci, bizim əsas nöqtələrimizə biri bazar paylarıdır. Bəzən şirkətlərin, əsasən də yerli şirkətlərdə o problemlərimizi daha çox biz əlaqədə olanda görürük, analiz edirik, baxırıq ki,
hansı bazarlarda və necə böyüyən bazarlarda olduqlarını şirkətlər bəzən hiss eləmir, bəzən baxmır, emosiya ilə, ailə biznesi olaraqmı, düşünəkmi, uzun vadədə idarə etmədə olan bir biznesmi düşünsək, bazarın böyüməsini anlamadan orada bir aktiv fəaliyyətlər həyata keçirirlər. Amma əsas vacib bazar payında sizin bazardakı mövqeyiniz və rəqiblərinizin bazardakı strategiyasını anlayaraq addımlamağınızdır. Çünki burada effektli satış ondan ibarətdir ki, bazar trendinin anlayıb onun üzərində bir satış etsək, bu effektli satış deməkdir. Çünki artıq bəlli olur ki, bazar trendlərində bəlli bir gedişat var və satış komandası, ümumiyyətlə şirkət rəhbərliyi satışın nəbzini tapıb və ona doğru addımlayır. Bəzən olur ki, bu cədvəldə də biz qeyd eləmişik, satış komandası, hər kəsdə bu yəqin ki, bu xüsusiyyət olub, rəqəmlərin aşağı və yaxud da ki, biz bunu bacarmarıq və yaxud da ki, biz bu il 10% böyümüşük, bizdə sual yaranır. Bazar nə qədər böyüyüb? Hansı bazarda siz satışlarınızı artırmışsınız? Ümumiyyətlə, bu çox önəmlidir. Əgər bazar 15% böyüyürsə və biz 10% böyümüşüksə, rəqiblərimiz 15-20% böyüyübsə, bu artıq böyümə deyil, avtomatik olaraq biz bazardan pay itirmişik və satış komandamızda ciddi sualların olmasını gətirib çıxardır. Ona görə də burada ikinci ən böyük və uğurlu şirkətlərin uğuru ondan ibarətdir ki, bazarı anladıqdan sonra istehlakçı nəbzini tutaraq bazarı dəyişdirirlər. Onda şirkətlər daha uğurlu olurlar. Bu çox vacib nöqtələrdən biridir ki, bazarı dəyişdirmək şirkətlərin ən uğurlu nöqtələrindən və uğurlarından biridir. Bizim üçüncü slaydımıza keçək. Üçüncü slayd loyallıq və penetrasiya slaydımızdır. Bu mövzu daima müzakirə olunur. Daimi bizim şirkətdə həm loyal müştərilər, həm yeni müştərilər daimi müzakirə və axtarışda olan bir mövzudur. Lakin statistika göstərir ki, loyallıq artıq istehlakçılar loyallıqdan daha çox loyallığa qarşı bir yanaşmalar dəyişir. Yəni, bazar çeşidlər artır, yeni şirkətlər əmələ gəlir və daha çox qazanmaq istəyiriksə, daha çox müştəriyə çatmalıyıq. Daha çox nöqtələrdə sərgilənməliyik, daha böyük rəflərdə genişlənməliyik. Böyümənin əsas təməli bir müştərini daha çox loyallaşdırmaqdan ötəsi daha çox müştəri qazanmaqdır. Məşhur bir marketoloq var, Byron Sharp. Onun bir kəlməsi var, tövsiyə edərdim hər kəs o yoldaşın araşdırmalarla tanış olsun, çox maraqlıdır. Onun yanaşması fokusumuzu daha çox loyal müştərilərdən sərf etməkdənsə yanaşması odur ki, daha çox bazarın ötəsində olan nadir müştəriləri axtarıb tapmaq lazımdır. Çünki bizim 1 milyonluq müştərimizə fokus verib, onun üzərində satışımızı qoruyuruq. Amma 9 milyonluq müştəri kənardadır. O müştəriləri tapıb şirkətə cəlb eləmək bizim ciddi şəkildə satışlarımıza təsir edəcək. Və daha çox müştəri, daha çox effektiv satış deməkdir. Loyallıq bizim biznesimizi qoruyur. Amma penetrasiya bizim biznesimizi böyüdür. Bunun üzərində fokuslanın. Burada qısa bir, mən cədvəl də təqdim eləmişik. Yəni, qısa olaraq burada biz göstərmişik ki, loyal müştəri baxsaq, il ərzində 10 müştəriyə biz 24 şampun, 240 şampun məntiqi ilə baxsaq, amma biz 240 şampunu daha 10 müştəriyə sata bilsək il ərzində, bu potensiallı müştəri sayımızı artırmaq deməkdir. Daha sonra penetrasiyamızı təmin eləsək, bizim əsas vacib 4-cü slaydımız portfel idarə etməsidir. Çünki bütün proseslərdə şirkətin bazarda doğru irəlilənməsi üçün və satış komandasının bazarda mübarizə aparmaq üçün onun güclü bir portfel verilməsi lazımdır ki, öz bazarda şirkətin mövqelərini daha da uyğun idarə eləsin. Effektiv portfel odur ki, yəni tək-tək SKU-lar üzərində biznesi qurmaq yox, bir neçə və yaxud da ki, SKU-ların toplamından, performansından istifadə edərək fəal bir portfel yanaşması tətbiq olunmalıdır. Burada verdiyimiz mesaj odur ki, hər bir SKU-nun portfeldə rolu çox vacibdir.
Burada və qeyd elədiyimiz cədvəldən mən sizə göstərsək, hər bir SKU-nun biz 4 nöqtə üzrə bölsək, Defender nümunə üzrərinə baxsaq, klassik Coca-Cola və bizim bazarda, bazar payımızı saxlayan baton çörəklərimizdir. Bunlar bizi daimi bazarda saxlayan və bazarımızı qoruyan və daimi bizi təhlükələrdən saxlayan çeşidlərimizdir. Traffic Builder baxsaq, marjinallığı aşağı, lakin müştəriləri daimi mağazaya cəlb edən çeşidlərdir ki, bunların da rəfdə olması çox vacibdir. Burada Fanta'nın daha çox promolarda və çeşidlərini görə bilərsiniz. Eyni zamanda daha sadə olsun, bizim zavod çörəklərimizi biz burada qeyd eləmişik. Margin driverlər, bunlar premium çörəklər, yəni nə deməkdir? Mənfəət gətirən, sizi daimi qazandıracaq, marjinallıq qatacaq çörəklərimiz. Bunlar bizə, müştərilərimizə spesifik bir müştəri gətirir, amma bizim qazanclarımızın çoxsu oradan gəlir, orada formulaşır. Ümumiyyətlə, bir də ulduzlar hero kimi qeyd eləmişik və biz burada tost çörəyi qeyd eləmişik. Çünki hər bir portfeldə, hər bir portfelin müəyyən zamanlarda bir ulduzu olur. Və o ulduz çörəklər daimi bazarda, bazarı tətikləyir, sizin rəflərinizdə müştərilərə yaxın bir yanaşmanızı təmin edir. Bu çörəklər, biz burada tost çörəyimizi qeyd eləmişik. Bu daimi bizim bazarda gücümüzü göstərir və həmişə müştərilərin emosiyası bu tipli məhsullarda özünü göstərir. Bunun son olaraq qeyd edim ki, ümumiyyətlə biz yanaşmamızı yekunlaşdırsaq, çıxışımızı yekunlaşdırsaq, hər kəsin önəmli olan biznesində sağlam böyümə dedikdə əsas gəlirlilik, dayanıqlılıq və davamlılıq olaraq davam etdirilməsini hər kəsə tövsiyə edirəm. Təşəkkür edirəm diqqətinizə görə. Təşəkkürlər, Tuğan müəllim. Tuğan müəllim, elə əyləşə biz kiçik bir sual verim. Mövzunuzla bağlı olmayacaq. Sadəcə olaraq bu CEO, 2 CEO-nun, ya daha doğrusu 3 CEO olduğuna görə elə bu CEO-luqla bağlı bir sual vermək istəyirəm, icraçı direktorluqla bağlı. Bu şirkətlərdə əməkdaşların hamısının bir dərd ortağı olur. Yəni, hər kəs bir üstünə gedib dərdini danışır, problemi danışır. Bu CEO-lar kimə dərdini danışır? Shareholderları qoysaq qırağa. Sizin dərd ortağınız kimdir? Çətin sual oldu deyilsən. Satışdan versən daha yaxşı olardı sual. Bu sualı mən özüm tez-tez səsləndirirəm bizim öz komandamızdan görüşlərdə ki, siz dərdinizi mənə danışırsınız, biz dərdimizi kimə danışaq. Adətən bizim dərd ortağımız özümüzük. Özümüz özümüzə danışıb, özümüz motivasiya edib, təzdən refresh edib işə qaydırıq. Yəni, çətinliyimiz buradadır əslində. Deməli, CEO olmaq üçün özünün dərdini dinləyib, həll eləyə biləcək bazarlığa da malik olmaq lazımdır. Çox önəmlidir. Təşəkkür edir Turan müəllim ətraflı məlumatlar üçün. 4 xüsusi bəndə toxundu ki, düşünürəm ki, bu 4-ü real iş həyatında bizim, özəlliklə satış tərəfdə olan yoldaşlar üçün, nəinki satış, əslində siz orada marketinqə də bir mesajlar verdiniz. Product istehsalat tərəfə də mesajlar verdiniz. Çünki SKU-ları fərqləndirmək lazımdır. Bəzən istehsalat deyir ki, bu yaxşı satılırdı, başqası neyi sizə, bunu xəttə girək, axıra kimi o geçsin. O dəyişməyə çox da maraqlı olmurlar istehsalat.